Salam dəyərli şagirdlərim və sevimli müdavimlərim. Dünya gör necə dardır mətnin üzərində işləyəcəyik indi. Qeyd etmək istəyirəm ki, mətni işləmədən öncə mən məsləhət görərəm ki, birinci suallarla tanış olun ki, daha sonra mətni diqqətlə oxuyaraq doğru cavablandıra biləsiniz suallara. Vaxt itirmədən başlayaq. Deyir, əvvəlində Roma rəqəmi yazılmış hansı cümlə mətndən çıxarılsa, cümlələr arasında əlaqə pozulmaz. Biz öncəliklə həmin o Roma rəqəmi yazılmış cümlələrin qabağına bir işarə qoyaq. Mətnimizi işlədiyimiz zaman daha çox diqqətimizi cəlb etsin və vaxtımıza qənaət etmiş olaq. Mənə elə gəlir ki, hər biriniz artıq mətnin suallarını oxumusunuz və mətni də diqqətlə bir dəfə oxuyub bitirmisiniz. Elə isə başlayaq testlərimizin izahına. Qeyd etdiyim kimi, əvvəlində deyir, Roma rəqəmi yazılmış hansı cümlə mətndən çıxarılsa, cümlələr arasında əlaqə pozulmaz. Bu tipli suala cavab verərkən hər zaman mənim şagirdlərimə öyrətdiyim bir məsələ var, onu yenidən xatırlatmaq istəyirəm ki, bu tipli suala cavab verərkən həmin cümlədən əvvəlki və sonraki cümlələri oxumalıyıq. Bütün mətnə bu sual üçün göz gəzdirməyə ehtiyac yoxdur. Baxırıq, həmin cümləni çıxarsaq, ortadakı məna əlaqəsi itərmi, itməzmi? Elədir, başlayaq. Deyir ki, yazıçının duyğulu ürəyi hekayəni daha maraqlı edib, düşünüb daşınmaq, mənəvi durulmaq üçün çox incə məqamlara toxunulub. Özümü hekayədəki hadisələrin, söhbətlərin şahidi, iştirakçısı hesab etdim. Bəri başdan deyim ki, bu yazıcı təxəyyülünün, təhkiyəsinin əzəmətidir. Gördüyünüz kimi, bu cümlədə deyir, bəri başdan deyim ki, bu yazıcı təxəyyülünün, təhkiyəsinin əzəmətidir. Yazıcı təxəyyülünün, təhkiyəsinin əzəməti deyəndə mətn müəllifi nəyi nəzərdə tutur? Bax, özünü hekayədəki hadisələrin, söhbətlərin şahidinin iştirakçısı hesab etməyi. Deməli, mən birinci bu cümləni çıxarsam, Roma rəqəmi ilə yazılmış bu cümləni çıxarsam, ortadakı məna əlaqəsi itəcək. Ona görə cavab B variantı ola bilməz. Davam edirik. Onlar öz kökündən uzaq düşdükləri üçün insanlara qarşı münasibətlərində dəyişiklik olmayıb. Hekayədəki obrazlar Ağgül, Sərvər, onların övladları Azər, Günel, Niyaz dayı, Məsumə xala, Dima, onun oğlu İqor, Ruslan kimi insanlara bəlkə də hər gün rast gəlirik, ancaq onların daxili dünyasından xəbərdar deyilik. Yazıcı bu insanları bizə elə tanıdır və sevdirir ki, hamımızın doğmasına çevrilir. Baxın, deyirəm ki, onlar öz kökündən uzaq düşdükləri üçün insanlara qarşı münasibətlərində dəyişiklik olmayıb. Davamınca desəm ki, yazıcı bu insanları bizə elə tanıdır və sevdirir ki, bir qaranlıq nüans qalır. Hansı obrazları, hansı insanları? Deməli, ikinci cümlə, bax, buradakı bu insanlar yerində qalmalı. Yəni, o cümlə çıxarıla bilməz. Deməli, 2-ni qeyd olunduğu Y variantı da yanlış olacaq. Baxırıq 3-ə. Hafiz Xarəzmiyə görə ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. Ağgül xanım da belə ömür yaşayır. Burada diqqət yetirsək, deyir Xarəzmiyə görə ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. Ağgül xanım da belə ömür yaşayır. Əgər bu cümləmiz olmasaydı, biz nə biləcəkdik ki, Ağgül xanım da belə ömür yaşayır deyəndə nəyi nəzərdə tutub müəllif? Ona görə 3-cü cümlə də mütləq şəkildə orada olmalıdır, çünki məna əlaqəsi itəcək. Bizə deyir ki isə cümləni çıxar. Mətndə cümlələr arasında əlaqə pozulmasın. Baxırıq 5-ə, daha doğrusu 4-ə. Ədəbiyyatın ən ümdə vəzifəsi milliliklə bəşəriyyətin sintezini yaratmaq, insana diqqət, qayğı, sevgi hissləri aşılamaqdır. Kimin sözünün qüdrəti buna çatırsa, bu deyəndə müəllif nəyi nəzərdə tutub? Əlbəttə ki, bu 4-cü cümlədə yazılan bu fikirlərə. Bir daha diqqət eləyirik. Baxın, mənə elə gəldi ki, Ağgül Zemfira xanımın prototipidir, rəssamların dili ilə desək, avtoportretidir. Kimin sözünün qüdrəti buna
çatırsa onun yazdıqları uzun ömürlü olur. Burada artıq məna əlaqəsi itər. Ona görə 4-cü cümlə də burada çıxarılsa məna əlaqəsi pozulacaq. Baxırıq 5-ə. Artıq variant qalmayıb. Amma yenə də 5-ə diqqət yetirək. Bəlkə hər hansısa bir diqqətsizlik etmişik. Belə hallar yazıcı təxəyyülünün əsas qayəsini təşkil etməkdən kənarda qalır. Əsas fikrin çatdırılmasında rol oynamır. Ondan əvvəlki cümləyə nəzər yetirək, çünki ondan sonraki cümlə gəlmir. Bugün ən önəmli məsələ milli ruhdan uzaq düşməyən, əslinə, kökünə, kimliyinə sahib duran bəşəri insan yetişdirməkdir. Dünya gör necə dardır. Hekayəsinin, müəllifinin əsas missiyası budur. Ona görə də hekayədəki obrazların hamısı insanlığa nümunədir. Hamısı insanlığa nümunədir. Mənim mətnim, bax, buradakı bu cümlə ilə də yekunlaşa bilərdi. Belə hallar yazıcı təxəyyülünün əsas qayəsini təşkil etməkdən kənarda qalır, əsas fikrin çatdırılmasında rol oynamır. Bu mətn, bu cümləsi mətnimizdə uyğunsuzluq təşkil edir. Ona görə də biz bunu çıxarsaq, hər hansısa bir dəyişiklik olmayacaq. Yəni, əlaqə pozulmaz. Ona görə də doğru cavabımız olacaq A variantı. Keçirik ikinci suala. Deyir, mətndə üzərində rəqəm yazılmış sözlərin kontekstə görə qarşılığının işləndiyi cümlələri müəyyən edin. Üzərində rəqəm yazılmış, baxaq, üzərində rəqəm yazılmış sözlər hansılardır? Bir dünyasından sözüdür. Bir də qibtə edər sözüdür. Daxili dünyasından və müsbət mənada qibtə edər. Aha. Belə insanların uğurlarını gördükcə paxıllıqdan ürəyi partlayardı. Qibtə etmək arzu olunan bir məsələdir. Məsəl üçün, kiminsə yerində olmaq istəməsi, arzu etməsi, o işin həsrətini çəkmək deməkdir. Ona görə paxıllıqdan ürəyi partlamaq ifadəsi olmaz. Bir olan variantlarımızı da çıxsaq biz, B, C, D arasında qalacağıq. Gərək biz hələ bu aləmin düzəlməsini gözləyək ki, özümüzə də bir gün ağlayaq. Bu aləmin, bu dünyanın deməkdir. Burada da dünya var. Lakin buradakı dünya məcazi mənadadır. Buradakı dünya, aləm isə həqiqi mənadadır. Deməli, 2 də ola bilməz. 2 olan variantı da çıxıram. Cavab qalır 3, 5 və 3, 4, 5. Qonşudakı uşaqların universitetə qəbul olmasını görən balaca özünün qəbulunun həsrətini çəkdi. Bayaq da qeyd etdim. Qibtə etmək, həsrət etmək deməkdir. 3 onsuz da hər variantımda var. Ona görə 3 doğru cavabdır. Gözlərinə baxanda onun qəlbində qalan o uşaqlıq aləmini qeyd etdiyim kimi aləm burada dünyanın sinonimidir. Lakin məcazi mənada işlənməlidir. Daxili dünya, daxili aləm, uşaqlıq aləmi, uşaqlıq dünyası. Bəli, doğru cavab artıq bizə məlumdur. Yenə də davam edirik izahımıza. Unutmayın ki, müsbət xüsusiyyətlərin başqasında olmasını arzu etmək də bacarıqdır. Qeyd etmişdim, yenə arzu etmək burada işlənib. Doğru cavabımız olacaq 3, 4, 5. C variantı. Keçirik 3-cü suala. Hansı fikirlər mətnə aid deyil? Sözün uzun ömürlü olması üçün lazımı meyardan söhbət açılıb. Bəli, burada belə bir fikir var idi. Deyir, kimin sözünün qüdrəti buna çatırsa, onun yazdıqları uzun ömürlü olur. Onun yazdıqları uzun ömürlü olur. Deməli, uzun ömürlülük üçün bir meyar var. Mənə də deyir, mətnə aid deyil. Ona görə bir olan variantlarımı çıxacağam. Dimanın və Ruslanın valideynləri avtomobil qəzası keçirmişdi. Burada deyir ki, Zemfira xanım Dimanın və Azərbaycanlı balası körpə vaxtından avtomobil qəzasında hər iki valideynini itirən Ruslanın. Deməli, avtomobil qəzasına valideynini itirən Ruslandır, Dima deyil. Amma burada deyir Dimanın və Ruslanın valideynləri. Deməli, ikinci fikir də yanlış fikirdir. Mənə lazımdır ikinci
fikrin olduğu variantlar. Deməli D variantı da olmaz. Cavab ya B ya Y variantı olacaq. Hər iki variantda həm 2, həm 3 var. Vaxt itirməmək üçün 4-ə və 5-ə diqqət yetirim. Amma yenə də 3-ə baxacağam. Milli kökdən uzaqlaşmanın verdiyi acı nəticələrdən danışır. Burada əksinə milli kökdən uzaqlaşmayan şəxslərdən danışır. 3 də yanlışdır ona görə. Qürbət həyatının çətinlikləri mətnin əsas təsvir obyekti deyil. Bu qalsın. Mətni danışanın istinad etdiyi statı hekayə müəllifi öz əsərində işlədib. Xeyr, burada stat deyəndə orada qeyd olunub ki, Hafiz Xarəzmiyə görə ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. Bu mətnin özündən stat gətirilmir. Ona görə də 4 də doğru fikirdir. Bizə də yanlış olan fikirləri deyir. Yəni mətnlə uyğun olmayan fikirlər. Doğru cavab biz B-ni götürəcəyik. 2, 3, 5 variantını.